Həbəşistana hicrət. Resulullah'ın sallallahu aleyhi ve alihi ve sellemin peyğəmbərliyinin 5-ci ilində müşriklərin işgəncələrinə baxmayaraq müsəlmanların sayı artmaqda davam edirdi. Ancaq müşriklər də işgəncələrini artırır, əllərindən gələni edirdilər. Peyğəmbərimiz sallallahu aleyhi ve alihi ve sellem əshabının dözülməz işgəncələrə məruz qalmasına, ayaqlarından kəndirlərlə dəvələrə bağlanıb, əks istiqamətlərə sürülərək tikələrə ayrılmasına çox üzülürdü. Bu işgəncələr hər gün daha da şiddətlənir, mərhəmət dolu qəlbi buna dözə bilmirdi. Bir dəfə əshab-ı kiramını başına yığdı və "Ey əshabım, indi yer üzünə səpələnin. Allahu Teala yaxında sizi yenə bir yerə toplayar" buyurdu. Onlar da "Ya Resulallah, haraya gedək?" deyə soruşdular. Peyğəmbərimiz sallallahu aleyhi ve alihi ve sellem mübarək əli ilə işarə edərək Həbəş ölkəsini göstərdi və "Bax oraya, Həbəş torpağına gedin. Çünki orada heç kimə zülm etməyən bir hökümdar vardır. Həm də ora bir doğruluq ölkəsidir. Allahu Teala bu çətinliklərdən bir çıxış və xilas yolu açıncaya qədər siz orada qalın" buyurdu. Sərvər-i aləm Muhammed Mustafa sallallahu aleyhi ve alihi ve sellem beləcə əshabının işgəncələrdən xilas olmasına və Məkkəli müşriklərə qarşı mübarizəsinə tək başına davam etməyə qərar vermişdi. Doğulduğu vaxtda "Ümmətim, ümmətim" deyən sevgili Peyğəmbərimiz sallallahu aleyhi ve alihi ve sellem indi də əshabının xilası üçün özünü fəda edirdi. Onun icazəsini aldıqdan sonra əshab-ı kiramdan bir hissəsi vətənlərindən ayrılaraq hicrət etdilər. Ancaq sevgili Peyğəmbərimizdən sallallahu aleyhi ve alihi ve sellemdən ayrıldıqları üçün üzüntüləri də çox idi. Bu ilk hicrətə Həzrəti Osman və xanımı Peyğəmbər sallallahu aleyhi ve sellemin qızı Ruqiyyə, Əbu Huzeyfə ilə xanımı Səhla binti Süheyl, Zübeyr İbni Əvvam, Mus'ab İbni Ümeyr, Əbdülrəhman İbni Əvf, Əbu Sələmə İbni Əbdülləsəd ilə xanımı Ümmü Sələmə, Xətib İbni Əmr, Əmr İbni Rəbiyə ilə xanımı Leyla binti Əbu Xəsmə, Osman İbni Məzun, Əbu Səbrə İbni Əbu Rəhim ilə xanımı Ümmü Gülsüm binti Süheyl, Süheyl İbni Beyda, Abdullah İbni Məsud, Allah cümləsindən razı olsun, qatıldılar. Peyğəmbərimiz sallallahu aleyhi ve alihi ve sellem Həzrəti Osman üçün şübhəsiz ki, Osman Lut Peyğəmbərdən sonra zövcəsi ilə birlikdə hicrət edən ilk şəxsdir buyurdu. Əshab-ı ikramın bir hissəsi süvari, bir hissəsi də piyada gizlicə Məkkədən ayrıldılar. Tacirlərə gediş haqqı verərək gəmilərlə Qırmızı dənizdən Həbəşistan sahillərinə çatdılar. Müşriklər bundan xəbər tutub dallarıca getdilər, cəhdləri boşa çıxdı və məyus halda geri qayıtdılar. Həbəş hökümdarı müsəlmanları yaxşı qarşıladı, ölkəsinə yerləşdirdi. Əshab-ı ikram Həbəşistan üçün "Biz burada yaxşı bir qonşuluq və himayə gördük. Dinimizə toxunulmadı, incidilmədik. Xoşlanmadığımız bir söz də eşitmədik. Huzur içində Allahu Teala'ya ibadət etdik" dedilər.